toy etmək üçün ən çox xərc nəyə çıxır? Və bundan başqa oğlan yoxsa qız evi daha çox xərcə düşür. Bax, əsas məsələ budur. Oğlan yoxsa qız evi. Mən əlbəttə ki, fikrimdən dönmürəm, deyirəm ki, qız evi daha çox xərcə düşür. Oğlan evi toy eləyir və s. Aydındır, toy eləyirlər, pul yığırlar, sonra... Ayrı yaşamaq istəyirsiniz o dəqiqə. Bu ayrıca bir ev deməkdir. Yəni, evin də qiyməti başlayır 100 mindən dünyanın o başında. Oy, elə də hamı, elə birbaşa deyir ki, 100 minlik evim var dünyanın o başında. Ayrı yaşamaq istəyirsiniz. Girin, bəli, gəlin, bəli, əlbəttə istəyirəm. Ayrı yaşamaq nə deməkdir? Ayrı ev deməkdir, ayrı ev neçəyədir? O zaman hər kəs mi o evi alır? İstəyirsiniz ən azından. Vallahi indi evi olmayan adam qız getir. Bizə bu yaxınlarda bir gəlin yazmışdı ki, qaynanam bir toydan sonra bir də gördüm qızlarımı götürdü, apardı. Deyirəm, ara aparsın, bir kirayə götürmüşdü. Var, imkanı aşağı olan insanlar çoxdur, hər kəs ev ala bilmir. Amma nəzərə alsaq ki, qızlar indi bu dəqiqə əvvəl kimi deyil, əvvəl hər kəs gedirdi bir yaşamağa. İndi hamı deyir ki, ayrı ev olsun. Bəli, ayrı evdə, ayrı evi hansı işlə alsın? Müəllim baba evi necə alsın? Sən də istəyərdin ki, müəllim işləyir, sən oğlu müəllim işləyir, evi hardan alsın? Mənim oğlum müəllim işləyir, evi hardan alsın? Elm və Təhsil Naziri Emin Əmrullayev bu yaxınlarda açıqlama vermişdi brifinqdəki, ümumiyyətlə məktəblərdə 95% müəllimi qadınlardır. Ona görə o 5% üstəgəl olan da çox evlidir. Oradan da uzaqlaşdırırız bizi. İndi də qadınlar özləri deyir ki, hani kişi müəllimlər olsun, kişi müəllimlər yox deyə belə... Vəzifələrdə uzaqlaşdırmamışıq. Əksər nazirlər hamısı kişilərdir. Şükür Allaha, yaxşı ki. Müəllimləri uzaqlaşdırdınız bizi. Nə yaxşı. Kresloların əksəriyyəti kişilərdir. Nə yaxşı. Biz bilirik. Rəhbərlər əksəriyyəti kişilərdir. Binəy qədimdən belə olur. Dünyada hər yerdə belədir. Binəy qədimdən ərəb o mədəniyyəti gələndən sonra belə olub. Qadın orada. Xristiyan ölkələrində hər yerdə qadındırmı? Nəsə, dostlar. Orada ayrı yaşamaq o çoxdan var. Bizdə ayrı yaşamaq mətləbi başqadır. Ayrı yaşamağın səbəbləri də başqadır.